Hər kəsi xoş gördük, əziz izləyicilər. Bu günləri Ofsaytsız söhbət adlı verilişimizin 4-cü bölümü ilə qarşınızdayıq. Bugünkü qonağımız yenə xüsusi qonaqlarımızdan biridir. Sabiq Premyer Liqanın bombardiri, veteran futbolçu, həm də futbol mütəxəssisi Paşa Əliyev bu gün bizimlədir. Xoş gördük Paşa müəllim sizi. Öncəliklə vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Artıq söhbəti çox uzatmadan biz keçirik bugünkü aktual mövzularımıza. İlk öncəliklə Qarabağ-Newcastle maçı ilə başlamaq istərdik. Oyuna baxdınız Paşa müəllim? Bəli, təbii ki. İlk öncəliklə sual vermək istərdim. Qarabağ-Newcastle oyunda sizin üçün gözə çarpan, həm də oyun haqqında nələr düşünürsünüz? Newcastle-la oyun çox gərgin oyun idi. Hamı gözləyirdik, amma əsas odur ki, oyun bəxt amili bizdən bir ilk dövrdə oyunda, hissədə bəxtimiz gətirmədi. Orada da demək olar ki, hakim səhvləri oldu. Mən onu elə qiymətləndirərdim ki, penal epizoddan çoxsu. Penal epizodu orada bir-iki dənə yavlı səhvlər oldu ki, yəni hakim bizə əleyhimizə iştirak elədi. Yəni o da böyük öz sözündür. Yəni oyunumuz da alınmadı. Bəhlulun zədəsi çox. Yəni oyunumuz alınmadı bir. Amma ikinci hissə öz sözümü dedik, bir qutardı ikinci hissə demək olar ki. Bəs siz məşqçi kimi düşünsəz də elə bir hansı səbəblərə görə həm 6 qolu buraxdıq, həm də oyunda biraz geridə düşdük. Məsələn, məşqçi kimi düşünsəz, sistematik olaraq nəyə görə Qarabağ belə nəticə oldu yekunda? Mən istəməzdim orada olum. Çünki Qurbandan çox bu da heç kim bilənməz. Qurban Qurbanov bu da Azərbaycanda yeganə müəllimdir ki, onun yerinə heç kim ola bilməz. O tarix qoyub, kişi əziyyət çəkib. O vaxtı mən həmişə deyərdim ki, o vaxtı Ruslan Abdullayev idi mənim üçün ən nəticəli trener. İndiki Qurban Qurbanovdur. Göz qabağındadır nəticəsi. Oyun da alınmadı. İnşallah gələcək onlarda inşallah uğurlar. Sizcə oyunda tempo çatışmamazlığı, məsələn, çünki İngiltərə Premyer Liqası öz sürəti ilə, öz oyun tempi ilə seçiləndir. Sizcə bizim Premyer Liqa səviyyəmiz istər-istəməz əlbəttə ki, müəyyən bir yerə qədərdir. Bunun 6 birlik nəticə ilə əlaqəsi var və problem, məsələn, tempo problemini necə həll edə bilər ki, ən azından məsələn Newcastle kimi rəqiblərə qarşı daha normal nəticələr əldə edə bilər. Bilirsən, o çempionatda oynamaq çox çətin. 20 komanda da oldu. Həmən günü Arsenal'la, həmən günü səhv eləmirəmsə, Arsenal'la o Wolverhampton axırıncı yerini oynadı. Onlarda komanda bilinmir. Birinci yerdə 20, onların səviyyəsi çox güclüdür. Yəni mən Qurban Qurbanov qınamıram. Orada Liboy komanda olsaydı, biz orada əziyyət çəkəcəkdik. Çünki Angliya çempionatının tempi çox dəhşətlidir. Yer üzündə ən birinci çempionat elə Angliya çempionatıdır. Çünki məsələn dünənlərin Fenerbahçe ilə Nottingham Forest oynadı. Yəni Forest 17-cidir. Buna baxmayaraq sürət, oyun tempi öz sözünü istər-istəməz deyir. Orada fikirləşməyə qoymurlar. Orada gəlib cəld fikir. Qısaca bir səhv artıq bağışlanmaz. Hələ də Çempionlar Liqası. Amma maçdan sonra mətbuat konfransı mənim diqqətimi çəkdi. Çünki Qurban mənim dedikləri həqiqətən də düzgün idi. Ondan da əlavə o İmişli ilə oyundan sonra var və sensasiya yaratdı. Dedi biz maça demək olar hazır deyilik. Çünki meydançalarımızın səviyyəsi bəllidir. Siz ölkə futbolunun ümumiyyətlə həm bazası, həm meydançalar səviyyəsində məşqçi kimi necə dəyərləndirirsiniz? Sizə nətərdir vəziyyət? Meydançalarımız çox bərbaddır. Düzdür, əvvəlki biz oynadığımızda nisbətən gənə babaddır, amma gənə o deyil. Çünki həm çəkilişlərimiz o səviyyədə deyil, azarkeşlərimiz o səviyyədə deyil. O azarkeşlər nə qədər çox, futbolun gözəlliyi azarkeşlərdir. Azarkeşlər çox olsa, oyun səviyyəsi də güclü olacaq, rəqabətli olacaq. Onlar böyük amillərdir. Ona görə bizdə inşallah gələcəkdə istəyirik ki, yaxşı olsun. Gözləyirik ki, azarkeşlərimiz meydana gəlsin. O da kimdən asılıdır? Özümüzdən asılıdır. Öz futbolçularımızdan asılıdır ki, yaxşı oyunlar nəticələnsin. Mən bu günləri həmişə deyərdim ki, Neftçiyə əvəzkarlıq edəm. Neftçi paytaxt komandası hamısının arzusu olub Neftçidə oynasın. Neftçi əvəzkarlıq Bakı komandasıdır. Ona görə, amma Qurban Qurbanov Qarabağı yetişdirdi, yaxşı yəni oyun sərgilədi. Hamı məcbur oldu Qarabağ. 15 illik sistemin nəticəsi. Bəli, o öz gücü ilə istədi ki, məcbur elədi ki, biz azarkeşlik. Gün o gün olsun, indi Sabah. Sabah məsəl üçün mənim simpatiyam yox idi o komanda. Amma oyununa görə simpatiyam artıq hər kəsin bəli, artır. Çünki Sabah öz imicini qoruyur, öz
oyununu sərgiləyir. Məcbur edir ki, buna həvəskarlıq eləsinlər. Sevindirici haldır. Ha vaxtı ki gözümüz yorulub da Qarabağ çempion olsun, Qarabağ çempion olsun. Liqada rəqabət də yaxşı. Rəqabət olsa, onun futbolun gözəlliyi də odur. Həm azarkeş də demişkən, o Qarabağ Newcastle maçındaydım mən də. Stadiona baxırdım. Bir şey diqqətimi çəkdi. 6-cı qoldan sonra hələ oyun tam qurtarmayıb da, hələ 30 neçə dəqiqə gedir oyunda. Azarkeşdən çox saatlıq yavaş-yavaş çıxmağa başlayır. Bizim azarkeşlərin əsas problemi odur. Bizim mövzu da odur. Fenerbahçeyə oyuna diqqət edib, Fenerbahçedə də hakim səhvləri oldu. Orada məsələn penalti vermək olardı, 1-0-da 1-1 olsaydı, orada oyun ayrı cür olacaqdı. Amma onların azarkeşlər 90-cı dəqiqəyə kimi səslər kəsilmədi. Əsl həvəskarlar onlardı, baleşiklər onlardı. Öz komandalarını dəstəkləyirlər. Bizdə o çatışmır. Məsəl üçün Qurban 5-lə uduzmuşuq. Mən özüm bir ictimai yerdə oturmuşuq. Kimsə söyür, durub dava edirsən onlarla. 5-0 uduzanda başlayırlar komandanın əleyhinə danışmağa. Amma əslində gözlənilən nəticədir demək olmaz. Amma Qarabağ artıq elə səviyyədədir ki, mən düşünürəm də şəxsən. Yəni keçən həftəki verilişimizdə qonağımız demişdi ki, mən inanıram Qarabağı Newcastle keçə bilər. Artıq azarkeşlər də onu fikirləşir ki, məsələn, biz Avropa səviyyəsində müəyyən qədər yerə çatmışıq. Amma bəzən acı reallıqlardan təcrübələr çıxardıb yavaş-yavaş inkişaf eləmək də bir şeydir. Çünki Qurban Qurbanov da elə mətbuat konfransından sonra da buna yaxın bir şey demişdim. Həm də ondan da əlavə, yəni bu səviyyələrdə olmağın özü ayrı bir qürurdur. Çünki tariximizə baxsaz keçmişimizə. Yəni təsnifatı keçirik, orada qalırdıq da ancaq. Bir dənə Neftçi ilk olaraq tarixdə Avropa Liqasında qalıb. İlk təsnifatı keçəndə səhv eləmirəmsə Şəkirdir. Bir də Qarabağ Çempionlar Liqasında artıq ikinci dəfə 6 ildən sonra qayıtdığı yerdə ilk imza atdı və play-offlara qaldı. Son 32-yə. Bu da Azərbaycan futbolu üçün böyük qürurdur. Bir də bir şey demək istəyərdim. Qarabağ Newcastle maçı üçün Neftçi oyunu təxirə salındı. Nəticə də biraz əlbəttə ki, azarkeşlər üçün istənməz oldu da. Çünki 3-2-də uduzaydılar, 4-0-da uduzaydı, ən azından deyərdik ki, oynadıq da. Sizcə təxirə salınmaq məsələsi ilə bağlı siz nə deyə bilərsiniz? Çünki artıq ayın 21-i Qarabağla Neftçi maçı keçirilməli idi. Bu oyuna görə olmadı. Mən həmən oyun keçirmədiyinə görə Neftçi klubuna minnətdarlığımı bildirirəm. Yəni üslub elədilər, hörmət elədilər, sağ olsunlar. Mən yəni sevindirici aldı. Amma mən gözləyirdim ki, futboldur, öz minelləri var idi ki, yəni keçirməyə də bilərdi, atkaz eləyə bilərdilər. Amma sağ olsunlar. Neftçi ilə öz böyüklüyünü göstərdi orada da. Yəni oyun təxirə saldı. O oyun olsaydı, lap ağır olacaqdı bizə. Çünki Neftçi artıq son 6 oyunda çox yaxşı gedirlər. Verindubun gəlişindən sonra bu maç həqiqətən də. Amma keçirilsəydi məncə daha yaxşı olacaqdı. Yox, məncə ağır olacaqdı. Qarabağ üçün. Çünki Qarabağın ikinci heyəti biraz əvvəlkilərə nisbətən çox o deyil. Bəli, o inam itir də. Bir var oyunu qələbə ilə gəlirsən. Biz səvirimlə axırıncı oyun İmişlini uddular da. 1-0. O udub gələndən sonra əhval-ruhiyyə yaxşı olur. Amma uduzub birdən Allah eləməsin Neftçiyə uduzsaydılar, onu əhval-ruhiyyə pis olacaqdı. Ona görə hər şeydə bir xeyir var. Belə də məsləhətdir. Onda biz bu mövzunu yekunlaşdırıb keçirik 1-ci liqaya. Sizə vaxt ikən 1-ci liqada oynamısınız. İlk öncəliklə qısaca bir fikrinizi alardım. O vaxt ki 1-ci liqa ilə məsələn indikini fərqləndirsəz, nələr dəyişib, nələr inkişaf edib. Çünki mən əvvəllər arada bu oyunlarına baxırdım, ancaq əvəzedicilər komandaları çempion olurdu. Amma indi baxırıq, bölgə klublarımız 1-ci liqadadır, yavaş-yavaş çəkilişlər, inkişafda gedir. Siz nə düşünürsünüz? O vaxtların əsas problemləri nə idi? Bizim vaxtlarda 92-ci ildə Xəzri klubu yaranmışdı. Həmən ili də 1-ci liqada biz çempion olduq. Bildiyinizə görə də həmən ilində bombardier mən oldum. Bu zonaya çıxdı ilk dəfə Baş liqaya. İndirə Sporting komandası var. Bakı Sporting bu zonanı təmsil edir. Mən bildiyinizə görə onları dəstəkləyirəm. Çünki özüm bu zonda anadan olduğuma görə, bu zonalı olduğuma görə Azərbaycanın hamısı mənim üçün eynidir. Mən Azərbaycanın bütün yerlərini dəstəkləyirəm həmişə. Kimlə oynayır xaricdə. Mən Azərbaycan klubları, hamı bilir ki, mən Azərbaycan klublarını dəstəkləyirəm. Amma bir-birlərinə oynayanda təbii ki, mən bu zona Sportinə görə həvəskarlıq edirəm. Həqiqətən də mən də bu zonada görmüşəm də o azarkeşləri. Yəni sizin bu zona xalq üçün elə bir yeriniz tam ayrıdır da. Mən düşünürəm ki, millət vəkili adayı olsanız bəlkə də çox adam sizə səs verər.
İndi hazır Baku Sportingdən söz düşmüşkən, liqada artıq vəziyyət daha da çempionluq mübarizəsi qızışır. Şəfa Mingəçevir maçı ilə istəyən başlayaq, sonra da Baku Sportingə qayıdarıq. Oyunların hansılarına baxmısınız, müşahidə eləmisiniz? Azacıq. Mən demək olar həmin oyunu imkan olmadı baxmağa, amma izlədim ondan qabaqki oyunu Baku Sporting. Hə, Şəfa Baku Sporting. Orada məsələn məşqçi kimi dəyərləndirsəz, nələr səhv oldu, nələr düzgün getdi? Yox, mən heç vaxt müəllimlərin işinə qarışmamışam. Yox, sistem analizi kimi də məsələn dəyərləndirmək kimi. Sistem analizi olan hər komandanın öz xətti var. Mən onlara heç vaxt qatışmaq istəmirəm. Yəni xoşlamıram ki, kimsə işinə müdaxilə eləyim. Amma maşallah rəqabət var. Əsl rəqabət sevindirici haldır ki, yəni necə Vışliqada rəqabət var, Qarabağın rəqabət Sabah eləyir, uca rəqabət qazanır. Burada da Baku Sportingdən Şəfa, Sabah ilə oradan Mingəçevir maşallah yaxşıdır. 4 dənə komanda deməli olar ki, çempionluğa namizəddir. Sizin ən favori çempionluq namizədiniz kimdir bəs? Mən istəyərdim Sporting olsun, təbiidir, amma rəqabət bizdə Şəfa, yəni əsl rəqabət məncə onların arasındadır. Düzdür, Sabahı da çıxartmaq olmaz, Mingəçevir də yaxşıdır. Hələ bilmək olmaz. Sabahı son məğlubiyyətdən sonra sanki hələ heç nə bilinmir. O futbolda hər şeylər, möcüzələr görmüşük. Hələ heç nə itirilməyib. Yəni 4 komanda axıra kimi mübarizə aparacaqlar. Amma mən istəyərdim ki, Sporting çempion olsun inşallah. Yəni Sportingdə sizin gözünüzə çarpan məsələn oyunçular kimdir əsas? Orada ad çəkmək istəməzdim. Əsas orada öz kapitanları hücumda və zaşda da yaxşıdır, uşaqlarımız var. Yəni çoxdur orada 6-7 dənə maşallah uşaqlar var. Amma biz əsas məşqçinin məşqçi amili çoxdur orada. Yəni məşqçi köməkçiləri, dacı qapıçı müəllimi, onlar hamısı öz işini görür. Yəni başda Hüseyn müəllim olmaqla Hüseyn müəllim də öz köməyi ilə nə lazımdır onlara əsirgəmir. O da göz qabağındadır ki, bir xal qalıb inşallah. O da işini görər də. Son turda Şəfa ilə Mingəçevir həm də Sabah ilə Moyko oyununda biraz hadisələr yaşandı. Sabahın Moyko oyunun artıq deməyimə ehtiyac yoxdur, az bilirsiniz hadisələr nələr baş verdiyini. Bəs hadisə haqqında necə dəyərləndirirsiniz? Hansı tərəfi haqlı, haqsız ya da hər iki tərəfdə özünə görə haqlı səbəbləri varmı? Hansı oyunu deyirsiniz? Sabah ilə Moyko. Yusif Nəbiyevlə Adil Şükürov arasında mübahisə yaşandı biraz. Yəni mən orada olmamışam sözün açıq, amma telefonda görmüşəm. Mediada görmüşəm. Mediada görmüşəm, amma istəməzdim elə hadisə olsun. Çünki Adil müəllimi mən yaxşı tanıyıram. Bir yerdə işləmişik, həm milli komandada, həm klubda, həm oynamışıq bir yerdə. Mən bilirəm ki, o ağır təbiətli adamdır. Yəni o kapitan da Yusif Nəbiyev. O Fərdin qardaşıdır da. Fərdin qardaşı. O Fərdi də yaxşı tanıyıram, Yusif Nəbiyev. Yəni İnanmazdım belə hal olsun, amma çox hər halda Yusifdə günah olmalıdır. Çünki adam müəllim deyəndə çıxmalısan. O belə hallar yaxşı hal deyil. İstəməzdim belə hallar bir daha olsun. Mövsümün sonunda mən bildiyim qədərilə həm birincidən də əlavə play-offlar da oynanacaq. Sizcə Baku Sporting, Sabahliya istənilən komanda play-offa qalsa, sizcə Premyer Liqaya çıxma şansları nə qədərdir və nələr eləsələr, nə dəyişikliklər eləsələr, gələn il məsələn o klublarımızdan birində Premyer Liqada görə bilərik? Yəni yenə deyirəm, oyundan oyuna fərq var. Bunlar oyundan oyuna necə Sporting başlayanda o deyildilər də. Yəni düz danışaq, oyundan oyuna artırdı bu komanda. Oyun çempionatın axırı bilinəcəyi orada necə olacaq. Sonra gələcək göstərəcək də inşallah. Amma playoff oyunu çox çətin olacaq. Premyer Liqanın oynamaq üçün elə 30-70-ədir də orada həmişə bilinir. Çünki Kəpəz, bir də Qəbələ əsas playoff rəqibləri ola bilər də. İkisi də yaxşı komandadır. Kəpəz, Qəbələ. Kəpəz mən deyərdim Yevlax, Karvan ola bilər. Karvan ən axırıncıdır çünki liqada. Onlar yəni bir düzdür, garanti deyil, amma yəni artıq oyunlara baxdıqlarında da cəhd eləyirlər. Füzuli müəllim gələndən sonra komandada nəsə az dəyişiklik görsənirdi, amma ən axırıncı pillərdən həm də xal nisbətində çox geridədirlər. Yəni deyirəm, hələ bu futbol elə şeydir ki, bunu bilmək olmaz. Kağız üzərində düz deyirsiniz, elə olur. Amma yenə deyirəm, bax görürsüz, mən deyirəm çempionluğa, deyirəm Baku Sportingdən namizəddir.
Şafa. Amma gəl Sabah ilə Mingəçevirdə yaddan çıxartmayaq. Bir də son olaraq 1-ci liqada biz həm də aşağı tərəflərdə də komandalar var. Difai, Şimal, sonra Moekin özü o pillələrdə qərarlaşıblar da, aşağı pillələrdə. Ki biz son 2 difai oyununu mən izlədim, həm də Şimalla oyuna biz səfər etdik. Ondan da əlavə son Sabah Moekdən də analiz elədim. Sizcə garanti Şimal düşəcək artıq biliniz, çünki oyunlarına baxanda yəni sanki o deyil. Garanti liqada bu il kim qala bilər ya da düşə bilər sizin təxmininizcə? Vallahi yenə deyirəm, o bilinməz. O hələ o oyundan oyuna artıracaqlar. Bəlkə difa indi elə olur ki, zəif oyun nəticələnir. Amma mən orada işlədiyimə görə istəyirəm, həvəskarlıq edirəm ki, qoyurlar hələ play-offa heç qalmasınlar. Keçən il play-offda Kubanı utdular. Kubanı utdular, qaldılar. Bu dəfə istəmirəm heç play-offa qalsınlar. Onda biz bu günlük yekunlaşdıraq. Bir daha da təşəkkür edirəm sizə vaxtınızı bizə ayırdığınız üçün. Biz də bu bölümün sonuna gəldik, çatdıq. Kanalımızı izləməyi, bizə dəstək olmağı unutmayın. Növbəti verilişlərin yeni bölümlərində görüşənədək sağ olun. Sağ olun.